Müəllif Salam Qədirzadə. Sevdasız aylar 8-ci hissə. Əziz dinləyicilər, əgər mütaliəmiz könlünüzə oxşayırsa, zəhmət olmasa kanalımıza abunə olun və bəyənin ki, başqa dinləyicilərimiz də mütaliələrimizi görə bilsinlər. Ata-anası Valehi evlənməyə tələsdirirdilər. Tez-tez aralarında bu mövzuda söhbət salırdılar. Yaşı nişanlanmağa uyğun gələn bütün gözəl qızlara müştəri gözü ilə baxırdılar. Valehin ailə qurmağa hər şeyi hazır idi. Mənzillərinin 2 geniş otağı təzə gəlinin intizarını çəkirdi. Əmanət kassasında toplanan pul xərci Səadət sarayında xərclənəcəyi günü gözləyirdi. Valideynlər bircə şeydən nigaran idilər. Bilirdilər ki, Valeh hər qızı bəyənməyəcək. Buna görə də seçib sevməyi yeganə övladlarının öz ixtiyarına vermişdilər. Valeh çox axtardıqdan sonra Sevdanı bəyənmişdi və əhvalatı danışmışdı. Ancaq Asifin də bu uca, boy-buxunlu, qəşəng qıza meyli olduğunu münasibətlərindən duymuşdu. Həftədə ayda bir təzə kostyum geyib universitetə gələn Valeh Sevdanın qəlbini ələ alacağına ümidsiz baxmırdı. Axı o özünü yaşıdlarından qat-qat üstün sanırdı. Həmin söhbətin sabahsı günü Asif dərs otağında yerini dəyişdi və ümumiyyətlə Sevdadan uzaq gəzdi. Qabaqlar deyib gülən, hamı ilə qaynayıb qarışan qızın birdən-birə dəyişməsi, fikirli, qaşqabaqlı dolanması onun haqqında eşitdiklərinə şübhə yeri qoymurdu. Valehin isə Sevdaya ümid azalmışdı. Komsomol biletinin itməsini onun rəfiqəsi Rəhlənin boynuna yıxmışdı. Məktubuna cavabın gecikməsinin səbəbini də burada görürdü. Ona Rəhlə mane olur, deyə düşünürdü. İndi komsomol biletinin öz evlərindən tapılması Valehə ikinci bir zərbə idi. Elə buna görə də əlaşsız qalıb Qarabalanı Sevdanın yanına minnətə göndərmişdi. Sevda. Bu günü həyəcansız keçirmək mümkün deyildi. Axşamki iclasda çox düyünlər açılacaqdı. Münasibətlər aydınlaşacaqdır. Valehin saxtakarlığının ifşası təkcə Rəhləyə deyil, bəlkə mənə də bəraət qazandıracaqdı. Asiflə bizim aramıza girən, onu məndən uzaqlaşdıran mütləq o olmalıdır. Qarabala hamıdan artıq narahatdı. Mühazirələrdə sakit otura bilmirdi. Tənəffüs zamanı dəhlizdə ora-bura vurnuxurdu. Dostunun xəyanəti ürəyini ağrıdırdı. Valeh isə özünü çox laqeyd aparmağa çalışırdı. Əlləri cibində lovğa-lovğa gəzirdi. Güya, nə olsun, bunun üstündə məni öldürməyəcəklər ki. Əvvəllər heç gözümə dik baxmazdı. Ancaq indi gözünü məndən çəkmirdi. Bəlkə demək istəyirdi ki, görürsən, mən qorxaq deyiləm, sənin məhəbbətinə layiq oğlam. Bəlkə də məktubuna cavab vermədiyim üçün əlimdən yanıqlı idi. Başa düşmürdüm. Asif, Vasif, Nadir hələ əhvalatdan xəbərsizdilər. Rəhlə odla su arasında qalmışdı. Valehin halını acıyırdı, deyirdi. Mən onun vəsiyyətini təsəvvür edirəm. Əgər bu iş tək özündən asılı olsaydı, məsələni heç izlaşa keçirməzdim. Axırıncı dərsdən sonra fakültəmizdə oxuyanların çoxu bufetin qabağına toplaşmışdı. Bayırda möhkəm yağış yağırdı. Buna görə də heç kim evə getməmişdi. Elə burada soyuq pirajkidən, bulkudan alıb yeyirdilər. Yoxsa ac qalacaqdılar. İclas uzun çəkəcəkdi. Birdən gözlərimə inanmadım. Valeh mənə yanaldı. Sevda, 2 dəqiqə olar səni. Çox məyus idi. Sifətinin rəngi bozarmışdı. Elə bil bayaqki adam deyildi. Mən qızlardan ayrılıb pəncərəyə tərəf keçdim. Valeh arxası uşaqlara sarı qabağımda dayandı. Özü də hiss elədi ki, qadın duxusu ilə ətirlənmişdi. Udquna-udquna astadan dilləndi. Sevda, sən də mənim əleyhimə danışacaqsan? Qaldım nə cavab verim. Hirsimi güclə boğdum. Olmaya mən səni tərifləməliyəm. O məzlum bir görkəm aldı. Tərif yox. İstəsə Rəhliyə təsir eləyə bilərsən. Ondan çox şey asılıdır. Hələ gec deyil. Bufetdə o başda tək oturmuş Asif hərdən gözaltı bizi süzürdü. Yəqin düşünürdü ki, səmimi söhbətdəyik. Gecdir Valeh,
Səni bağışlamaq çətindir, xəyanətin böyükdür, dedim. Xəyanətim? Bəli, özü də bir yox. Sən nə danışırsan, Sevda? Bura yeri deyil. Mən sərt bir hərəkətlə dönüb qızların yanına gəldim. Pəncərənin şüşələri və göz qamaşdırıcı işıq düşdü. Bayırda güclü şimşək çaxırdı. Göy gurlayırdı. Qara buludlar odlu xətlərlə doğranırdı. Gedəyin uşaqlar, vaxt az qalıb, deyə əlindəki bulkanın axırıncı tikəsini orduna dürtən Nadir bizi hayladı. Müəllif. Fakültənin akt zalında keçirilən komsomol iclasına azından 400 tələbə toplaşmışdı. Vəziyyət gərgin idi. Bugün hamı qızğın ehtirasla danışırdı. Valihi şiddətli tənqid atəşinə tutmuşdular. Bileti özü itirdiyi halda rəhləyə şər atdığı üçün onu 2 qat təqsirləndirirdilər. Hətta komsomol sıralarından çıxarılmasını təklif edənlər də vardı. İclasın ortasına yaxın sədr tələbələri sakitləşdirə bilmirdi. Yerbəyerdən eşidilirdi. Rəhlənin töhməti ləğv edilsin. Qoy valih durub kollektivin qarşısında ondan 100 dəfə üzr istəsin. O, bizim fakültənin adını batırır. Şəxsi işini hazırlamaqla şiddətli töhmət verilsin. Sevda tələbələri kənardan müşahidə edirdi. Qarabala hirsindən dırnaqlarını çeynəyirdi. Rəhlə heç bir şey olmamış kimi sakitcə oturmuşdu. Asif adəti üzrə başını aşağı salıb kimisə şəklini çəkirdi. Valih isə bu döyüş meydanında tək qalmışdı. Ona qahmar çıxan yox idi. Hey yan yörəsinə baxır, özünə tərəfdar axtarır, tapa bilmirdi. Qalx görək sən nə fikirdəsən, deyə coğrafiya şöbəsinin axırıncı kursundan seçilən sədr Asif qaraladığı kağızdan ayırdı. Özünüz də bir qrupda oxuyursunuz. Asif barmaqları ilə stolu taqqıldatdı. Mən danışmaq istəmirəm. Niyə? Doğrudan da ki, niyə? Bu sual hamını maraqlandırırdı. Asif qaşlarını dartıb çox təmkinlə dedi. Məgər bir iclasda hamının danışması vacibdir? Sədr əl çəkmədi. Bəlkə bunu biz xahiş eləyək. Biz deyəndə siz neçə nəfərsiz? Mən sənə iclasın adına müraciət edirəm, Asif. Mən də sənə öz adımdan cavab verirəm ki, danışmaq istəmirəm. Zala elə bil su ələndi. Asif nə səbəbə çıxışdan imtina edirdi, heç kəs baş açmadı. Sədr bu söz atışmasında qələbə qazanmağa çalışdı. Bəlkə bir səbəb var, biz bilmirik. Səbəb olsa da deməyə borclu deyiləm. Asif yenə tərsliyindən dönmədi. Valih gözləmədiyi halda özünə havadar tapdığına inanmırdı. Başqa iclaslarda həmişə ağıllı, tədbirli məsləhətlər verən Asifin danışmasını indi çoxları gözləyirdi. Elə iclasın sədri də bu ayaqdan ona söz vermişdi, ayrı məqsəd güdmürdü. Amma Asif nə üçünsə inadkarlıq göstərib, valih məsələsində fikrini söyləmək istəmirdi. Olar, deyə arxa cərgədən əlini qaldıran Qarabala düşdüyü vəziyyətdən sədri xilas etdi. Buyur Vahid. Qarabala cəld və qəti addımlarla irəli çıxdı. Birbaş həyəcan içində nəfəsini dərdi. Sonra üzünü müqəssir dostuna tutaraq ürəkyananlıqla sözə başladı. Vali, sən bugün tək özünü yox, mən də pis vəziyyətdə qoymusan. Universitetdə çoxları bilir ki, biz dostuq. Bayaqdan fikirləşirəm, mən nə eləməliyəm? Bəlkə vicdanımı atıb səni müdafiəyə qalxmalıyam. Xeyr. Əgər elə düşünürsənsə, səhv eləyirsən. Yaxşı dost həqiqəti üzə deməlidir. Burada danışılanların hamısı haqlıdır. Sən mütləq cəzaya layiqsən. Çünki rəhləyə namərdlik eləmisən. Bəli, namərdlik. Ayrı söz tapmıram. O, yaylığını çıxarıb tərini sildi. Bax, indi bayırda sərt külək əsir. Möhkəm yağış yağır. İldırım çaxır. Yer yaşdır. Hava soyuqdur. Biz isə isti otaqdayıq. Sabah belə olmayacaq. Universiteti qurtarıb hərəmiz bir yana geoloq işləməyə gedəcəyik. Aylarla dağlarda, çöllərdə qalacağıq. İstiyə, soyuğa, qara çovğuna düşəcəyik. Bir sözlə, bərkdən boşdan keçəcəyik. Soruşuram, bəs sən onunla nə eləyəcəksən?
Dostlarını çətində qoyub şəhərə qaçacaqsan? Qorxaq özünsən. Danışığına fikir ver. Deyə Valeh bu yerdə dözə bilməyib onu acıladı. Qarabala davam etdi. Görürsən, doğru söz acı olur. Ancaq nə eləyim ki, sən beləsən? Keçən yıl qrupumuzun tələbələri Daşkəsən Filiz yataqlarına təcrübəyə getdilər. Sənsə həkimin xəstəlik kağızı düzəldib Bakıda qaldın. Xəbər alıram. Axı niyə? Doğrudanmı xəstə idin? Xeyr, canını əziyyətə salmaq istəmirdin. Biz uşaqlarla qızmar günün altında qazıntı işləri aparanda sən Kislovodskinin sərin havasında dincəlirdin. Bütün bunlardan sonra mənim dediyim nədir? Qarabala üzünü zaldakılara tutdu. Yoldaşlar, Valehin komsomoldan çıxarılması fikri ilə mən şərik deyiləm. Bu asan yoldur. Biz onu töhmətləndirməliyik. Ancaq öz sıralarımızda saxlayıb tədbiq etməliyik. Doğrudur, doğrudur, deyə yerlərdən Qarabalanın sözünü təsdiqlədilər. O keçib əyləşdi. Həqiqəti açıq söylədiyi üçün qəlbində bir yüngüllük duydu. Valehin nifrət dolu, kinli nəzərləri onun sifətində sancılmışdı. Daha kim çıxış etmək istəyir? Deyə sədr zala müraciətlə soruşdu. Bu dəfə Rəhlə qalxdı. İcazə verin ikicə kəlmə də mən danışım. Buyurun, bununla da qurtaraq yoldaşlar. Rəhlə həyəcanını boğub gizlətməyə çalışaraq astadan, lakin səsi titrəyə-titrəyə sözə başladı. Mən Valehin vəziyyətini təsəvvür edirəm. Onun üçün elə bugünkü iclasın özü ən ağır cəza tədbiridir. Gəlin Valehə adi bir töhmət verməklə kifayətlənək. Qoy o insanın ki, burada qərəzi yoxdur. Məqsədimiz təkcə tənbih etmək deyil, yoldaşlıqda onu düzlüyə, doğruluğa çağırmaqdır. Ancaq mən istərdim, dursun desin görək, o nə fikirləşir? Gec də olsa öz səhvini başa düşübmü? Rəhlənin bu qayğıkeşliyi Valehə cəzadan qat-qat çox təsir etdi. Ona elə gəldi ki, qızın belə mərhəmət göstərməsində sevdanın mütləq təsiri olmuşdur. Ancaq yenə təkəbbürünü pozmadı. Nə durdu, nə də danışdı. Adicə töhmət Rəhlənin təkidi ilə Valehin cəzası bununla da bitdi. Adicə töhmət. Zaldakılar dağılışanda Sevda tərpənmədi. Oturduğu yerdə büt kimi donub qalmışdı. Gözlərini qırpmadan fikrə getmişdi. Düşünürdü ki, görəsən Valehə öz məhəbbətini etibar edən qızın taleyi necə olar?